Övladımıza məhəbbətimiz var yoxsa yox? Amma övlada itaat etmirik ki. Övladın hər dediyini eləmirik ki. Bu sadə məhəbbətdir. Məvəddət Allahın Peyğəmbərdən istədiyi, Peyğəmbərin insanlardan istədiyi budur ki, Əhl-i Beytimə məhəbbət, yəni onlara itaat etmək, tabi olmaq. Sadəcə sevmək yox. Bir çox insanlar Əhl-i Beyti sevirlər, amma məvəddətləri yoxdur. Buna diqqət edin. Yəni itaatləri yoxdur. Sevirəm, amma bir şey deyəndə eləmirəm. Sevirəm, amma o necə yaşayır, mən o cürünə yaşamaq istəmirəm. Sevirəm, amma bir şey deyəndə onu eləmə, mən deyirəm, yox, bunu eləməliyəm, çətindir mənim üçün. Həzrəti Əli əleyhissalamı sevənlər çox olub. İndi də var. Alimlər, hətta qeyri-İslam alimləri, onlardan birini misal çəkə bilərəm. George Jordak adında Məsihi bir alimdir. Həzrəti Əli əleyhissalam üçün nə qədər kitablar yazıb onun fəziləti barədə. Amma nə olsun? Məsihi dünyadan getdi. Çünki məvəddət yoxdur.